Salam dəyərli müəllimlər, mən bugün sizə 8-ci sinifin 4-cü mövzusunu izah edəcəm. Mövzunun izahından əvvəl 10 saniyə vaxtınızı alaraq dərslər haqqında məlumat verim. Dərsimiz onlayn şəkildə təşkil olunur. Canlı sual-cavab həftə içi 3 gün, MİQ-ə 2 ay qalmış və yaxud da sertifikasiyaya 2 ay qalmış həftənin 4-5 günü davam edir. Canlı şəkildə sınaqların işlənməsi, canlı şəkildə sual-cavab və eyni anda canlı şəkildə test banklarının işlədilməsi əlavə olaraq heç bir vəsaitə ehtiyac yoxdur. Sadəcə 5 kitab, dərslik kitabı ehtiyacdır. Digər bütün materiallar onlayn şəkildə WhatsApp platformasında sizlərə göndərilir. Əlavə məlumat üçün 050 609 48 35 nömrəsinə yazaraq dərslər haqqında əlavə məlumatlar əldə edə bilərsiniz. İndi isə keçək dərsimizin izahına. Dərsimiz ağac və metalın bədii emal texnologiyasıdır. Əvvəlcə gəlin görək, deməli, ağac üzərində oyma nədir? Ağac üzərində oyma dekorativ tətbiqi incəsənətin geniş yayılmış bir növüdür və ağacın bədii işlənməsidir. Və ağac nəyin vasitəsilə işlənilir? Balta, bıçaq, iskənək, kəski və başqa buna oxşar alətlər vasitəsilə ağac üzərində oyma işləri yerinə yetirir. Və oymanın da bir neçə növləri var. Kəsmə ilə oyma, bıçqılama ilə oyma, müstəvi qanavcıqlı oyma, həndəsi oyma, kənar xətt üzrə oyma, bıçqılama ilə oyma, bıçqılamanı dedim və s. bu kimi oyma növləri var. Əvvəlcə gəlin kəsmə ilə oyma növündən danışım sizə. Kəsmə ilə oyma növü deməli, təsvirin elementləri, burada salınan təsvirin elementləri bir-biri əlaqəlidir və fon əvəzinə çərtiklərlə əhatə edilir. Və deşikdir və yaxud da digər deməli, oymalar kəsk və iskənəyin köməyi ilə açılır. Və bıçqılama ilə oymaya gələk. Bu da eyni kəsmə ilə oymadakı kimi aparılır. Yəni, kəsmə ilə oymadakı kimi aparılır. Ancaq bıçqılama ilə oymada deməli, fərq nədədir? Burada kəsmə ilə oymada kəski və iskənəyin köməyi ilə aparılır. Bıçqılama ilə oymada ancaq deməli, bıçqı və lobuzikin köməyi ilə həmin oyulan hissələr bıçqı və lobuzikin köməyi ilə kəsilir. Bildiyimiz kimi lobuzik biz əvvəlki kitablarda deməli keçmişdik. Lobuzik fiqurlu kəsmək üçün bir elektrikləşdirilmiş əl alətidir. Daha sonra indi isə keçirik müstəvi qanavcıqlı oyma. Müstəvi qanavcıqlı oyma nədir? Müxtəlif formada qanavcıqların oyulması ilə yerinə yetirilir. Bir də iki növü var. Bir həndəsi oyma, bir də kənar xətt üzrə oyma. İndi gəlin görək həndəsi oyma nədir? Kənar xətt üzrə oyma nədir? Həndəsi oyma ağac üzərində bir neçə deməli, fiqurların salınması ilə, elementlərin oyulması şəklində salınması ilə həyata keçirilir. Həndəsi oyma ən qədim üsuludur. Yəni, çox qədim üsulu olduğuna görə həndəsi oyma hələ də var, yəni davam etdirilir və ən çox da istifadə olunan fiqurlardan biridir ki, həndəsi oyma. Burada da yarım dairəvidir. Bıçaq, deməli, çəpnə bıçaqla yarım dairəvi iskənə vasitəsilə düz xətli və qövsüfarı elementlər çəkilir. Burada da çevrədir, üç bucaqdır, bir də kvadrat elementlərindən ibarət olur. Və qabarıq kəsmə ilə bıçqılama da bəzəkli oyma adlanır. Bu, bəzi kitablarda da şəbəkə oyma yazılıb. İndi bilmirəm bu səhv mi düşüb yoxsa düzmüdür. Amma yenə də siz yaddaşınızda saxlayın. Kəsmə ilə oyma, şəbəkə oymada deyilə bilər. Və dedik ki, deməli, həndəsi oyma nədir? Həndəsi oyma dedik ki, ağac üzərində çox qədim üsuludur oymanın və onun deməli, digər fiqurlar da var ki, burada hansı ki, üç bucaqdır, kvadratdır, qövsüfaridir və digər elementlərdən ibarətdir. İndi isə keçək kənar xətt üzrə oymadan. Kənar xətt üzrə oyma nədir?
kənar xətti üzrə oyma deməli ən sadə oyma növüdür. Deməli, çox qədim üsulu desə, həndəsi oyma olar. Ən sadə, üzr istəyirəm, ən sadə oyma desə, bu kənar xətti üzrə oymadır. Daha sonra yeganə elementi də onun qanovçuqlarıdır. Kənar xətti üzrə oymanın yeganə elementi qanovçuqlarıdır. Daha sonra kənar xətti üzrə oyma ilə deməli kənar xəttlərin dayaz oymaqla yerinə yetirilməsi, yəni kənarlarının dayaz oyulması kənar xətti üzrə oymadır və bununla da çiçəkdir, quşdur, yarpaqdır, heyvandır. Bu təsvirlərin salınması üçün istifadə olunur. Daha sonra göğsüvari oyma. Göğsüvari oyma dırnaq şəkilli oyma da adlanır. Hər hansı bir yumuşaq bir materialın üzərinə, məsələn plastinin üzərinə sədəfimizi qoyub çəksək, dırnağımızı qoyub çəksək, həmin orada o dırnağımızın ki orada izi düşür. Həmin o izlərə oxşadığına görə, yəni sədəfə oxşadığına görə göğsüvari oyma dırnaq şəkilli oyma da adlanır. Əsas elementi də göğsüdür. Hamar səth üzərinə yarım dairəvi çapıqdır. Və yastı relyefli oymama hər hansı bir təsviri eyni səthdə oyularaq salınmasıdır. Yastı relyefli oyma. Burada Hüseyn Cavidin ev muzeyi deməli medalyonun yastı relyefindən də hazırlanmasını göstəriblər və qabarıq relyefli oyma. Sonda bunları ümumiləşdirəcəm, açar sözlərlə daha yaxşı başa düşəcəksiniz. Qabarıq relyefli oyma nədir bəs? Deməli, təsvirin qismən və yaxud da tamamilə fondan ayrılmasıdır. Yəni, o fondan ayrılanda artıq hər hansı bir heykəlin görüntüsü ortaya çıxır. Təsvir səth üzərində bir tərəfli təsvirdən fərqli olaraq bütün tərəfləri, yəni qabarıq oymada təsvir işləri işlənilir, yəni hər tərəfli işlənilir burada. Yəni bir tərəfdən işlənmir. Qabarıq relyefli oyma ağac üzərində ən çətin növüdür oymanın və qabarıq görüntüsü yaratmaq bacarığına ortaya qoyulur və bunun nəticəsində heykəl görüntüsü yaranır. Ən yaxşı material oyma üçün cökə, ağcaqovaq, qızılağacdır. Caq deyə yadınızda saxlaya bilərsiniz. Cökə, ağcaqovaq, qızılağac. İncə və dəqiq desə toz ağacıdır. Və bir də ki, fil sümüyünə bənzəyən desə əgər sıxlığına görə, bu da armud, ağcaqayın və alma ağaclarıdır və nəfis oyma işlərində də istifadə olunur. Deməli, əgər desə fil sümüyünə bənzəyir və nəfis oyma işlərində alma, armud, ağcaqayındır. 3 dənə adı. İncə iş desə toz ağacıdır. Ən yaxşı material desə cökə, ağcaqovaq, qızılağacdır. Deməli, ən çətin növü olduğu qabarıq relyefli oyma. Eyni səthdə oyularaq salınması yastı relyefli oyma. Əsas elementi qövsü olan qövsüvari oymadır. Ən sadə oyma növü kənar xətt üzrə oymadır. Daha sonra çox qədim üsulu desə bu həndəsi oymadır.